Qaradağlıq kimi, ikinci qrup Qaradağ qalıcısı kimi mən 2000 əsgərin qabağında çıxış eləyəndə heç vaxt həyəcanlanmırdım. Sərbəst danışırdım, sərbəst tərbiyəvi işlər barədə, vətənimizi sevmək barədə rahat danışa bilirdim. Bugün şəhid analarının, şəhid ailəsinin qabağında vətənpərvərlikdə, sevgidən, məhəbbətdən danışmaq çox çətindir. Sizin bizim vətənə, xalqa verdiyiniz mədəni ruh hamımızın qəlbində yaşayır. Bu tarix boyu yaşayacaqdır. Şəhid daşlarının Xəyamda mənim növbəsidir. O əskərdə gedəndə bizə var da bir adətənə qohum axtarmaq, qonşu axtarmaq, rahat yerə düşmək, xidmət eləmək üçün kimlərsə çalışan belə valideynlər olub, çox rastlaşmışım. Ancaq Xəyam, həmin oğlu Məhəmməd heç vaxt bunun hara düşməsi barəsində mənə müraciət etmədi. Dedi, vətən sağ olsun, Allah açıq ki, kim gedir xidmətimi edəcək. Yəni, bugünkü gündə də onun kişi kimi xidməti bütün xalqımızın gözü qarşısındadır. Çox çətinliklə mən demək istəyirəm ki, bugün şəhid ailələrin hər biriniz keçirdiyi hissiyatı mən bilirəm, qəlbimdə yaşayıram. Məhəmməd Peyğəmbərimiz belə deyək də, övladı olmağı görür üçün biraz kədərli olur. Buna görə can ailə gəlib ki, ey Məhəmməd, niyə kədərlənirsən? Bütün müsəlman dünyası sənə rəhmət oxuyacaq. Bəli, bugünkü gündə də bizim bu şəhidlərimizə, bütün Azərbaycan xalqı, bütün müsəlmanlar daima qəlblərində yaşayacaq, daima onlara rəhmət oxuyacaq. Bu bizim üçün bir tövsiyədir, bir ürək deyərlər, sağlısıdır, ürək təskinliyidir. Mən bir də hamımızın qarşısında baş əyirəm. Allah sizi kimi valideynlərə baş ucalığı verib, bundan da fəxr eləmək daimə qismət olsun. Bir daha deyirəm, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Xəyyam kimi 12 şəhidin bir gündə şəhid olması bütün xalqımızı bir daha birləşdirdi, dirçəltdi. Bugünkü günü şəhidlərimizə son qoydu. Bugünkü gündə biz rahat, dövlət, xalq, millət kimi yaşayırıq. Yaşasın Azərbaycan xalqı, yaşasın prezidentimiz, yaşasın bütün millətimiz. Sağ olun.